feedback verən şəxsin niyyəti çox vacibdir. Nədir niyyəti? Mən müşahidə etdiyim məqamları deyirəm. Niyyəti odur rəhbərin ki, qarşı tərəfi aşağılasın, dilini gödək eləsin. Məsələn, maaşı artırmaq vaxtıdır, tənqid eləyir ki, dili gödək olsun. Yoxsa öz egosunu nümayiş etdirir, onun üstünlüyü göstərsin, yoxsa ona kömək eləmək istəyirsən. Bax, kömək eləmək istəyən rəhbərin əməkdaşları feedback-ə daha, həm rəhbər tərəfindən feedback-ə daha açıqdırlar. Həyat yoldaşı daha aiddir, dosta daha aiddir. Niyyətin sənin müsbətdirsə və onu dafiələrlə nümayiş etdirmisənsə, onların qulaqları, ürəkləri açılır. Məhz buna görə də HBR-ın bir araşdırması var idi, çox maraqlı nəticələr. Deməli, yüksək feedback mədəniyyətə sahib olan şirkətlərinin əməkdaşları 92%-i əmindirlər ki, tənqidi feedback el arasında tənqidi deyilir, mən də onu deyirəm, mən onu korrektiv feedback adlandırıram, o daha düzgündür. 92%-i hesab edir ki, tənqidi feedback onların inkişafına xidmət edir.